Bugün Renat Usta Avtoservisdə görülən işlər haqqında sizlərə kiçik bir məlumat verəcəyik. Bu gördüyünüz avtomobil Chevrolet Equinox modelidir. Avtomobildə injektor sistemi yuyulur və texniki müayinədən keçir ki, avtomobildə nə nasazlıq varsa aradan qaldırılsın. Bu gördüyünüz avtomobil isə Chevrolet Cruze 1.8 motordur. Avtomobildə boğulma problemi var və diaqnostika nəticəsində aşkarlandı ki, avtomobildə vanustatiki nahiyəsində problem var. Avtomobildə vanustatiki dəyişikdir. Bu gördüyünüz avtomobil Chevrolet Aveo 2008-ci ildir. Avtomobildə mühərrik nahiyədə problem var. Avtomobilin mühərrik kosiya nahiyədən yağ verir. Mühərrik söküləcək, ümumi bütün texniki nasazlıqlar aradan qaldırılıb, müştəriyə təhvil veriləcək. Bu gördüyünüz avtomobil isə Chevrolet Cruze 2018-ci ildir, yeni nəsil mühərriklərlə gəlir. Avtomobildə 92 aktanlı yanacaqdan istifadə etdiyi üçün Porsche səthi yanmışdı və bir sıra nasazlıqlar var idi. Mühərrik söküldü, hal-hazırda üzərinə yığılır. İnşallah qardaşa qarantiyalı şəkildə təhvil verəcək. Bu gördüyünüz avtomobil isə Chevrolet Cruze 2014-cü ildir. Avtomobildə sürətlə qutusu nahiyədə problem var. Avtomobilin sürətlə qutusu söküldü, inşallah sökülüb, tam iç nahiyə yenisi ilə əvəz olunub, sürətlə qutusunun yağı dəyişilib, mühərrik avtomobilin üzərinə qoyulacaq. Bu gördüyünüz avtomobil isə Chevrolet Equinox 2023-cü ildir. Avtomobildə elektronik nahiyədə problemlər var idi. Elektronik problemlər aradan qalxdı, avtomobilin stopları yenisi ilə əvəz olundu, LED stoplar qoyuldu. Avtomobildə bir sıra işlər görüləcək, Amerikadan yeni gəlib, texniki müayinədən keçib, qardaşa təhvil veriləcək. Bu gördüyünüz avtomobil Chevrolet Cruze 2012-ci il 1.4 mühərrikdir. Avtomobildə şikayətiniz nədir mənim? Ani qazlanmada arxadan tüstü çıxır, maşın boğulur. Hətta dövlət yol postda bir dəfə saxlamışdı ki, ekologiyanı körürürsünüz. Mən şupu qaldırdım buradan, tüstü çıxır. Usta dedi ki, membrandan da ola bilsin ki, membrandan hava çəkir, belə olur. Bilmirəm. Yoxdur, siz deyin. Avtomobildə problem hər hansısa bir membran nahiyədə deyil. Avtomobildə problem mühərrikin silindr həcmindədir. Silindr həcmində gedən partlayış silindr həcmində qala bilmədiyi üçün, yəni Porsche sındığı üçün, bax bu nahiyədən çıxardırıq, təəssüflər olsun ki, bu nahiyədən çıxardan zaman mühərrikin yanma kamerasında gedən partlayışı mühərrikin içərisinə verdiyi aşkar olunur. Və ona görə də bu nahiyədən başlayır bu vəziyyətdə kompres verməyə. Təəssüflər olsun ki, avtomobildə Porsche nahiyədə problem var. Mühərrik söküləcək və mühərrik sizlərə yenisi ilə yığılıb təhvil veriləcək. Olmaz ki, sən o endirimdə olan mühərriklərindən birini götürək. O da olar inşallah az bir zamanda inşallah ayın 10-u 15-i civarında yeni bir mallarımız gəlir. O barədə də ətraflı çəkişlərimiz olacaq. İkinci əl ehtiyat hissəsi mallarımız. Bu gördüyünüz avtomobil isə Chevrolet Malibu 2018-ci ildir. Avtomobildə hava çəkmə problemi var idi. Smoke test tüstü vasitəsilə hava verildi və tüstü vasitəsilə aşkar olundu ki, interkullerin borusu sıradan çıxıb, interkullerin borusu dəyişiləcək. Avtomobildə ümumi sistem, injektor sistemi yuyulacaq və qardaşa təhvil veriləcək. Avtomobildə yaranan boğulma çəkim problemi aradan qalxacaq. Bax, bu gördüyünüz kiçik bir detala görə müştəri 3 aydır ki, əziyyət çəkir. Avtomobildə 3 komplekt vanus dəyişirilib. Amma giriş barəsində yaranan vanus problemi aradan qalxmır. Diaqnostika salan zaman, avtomobildə boğulma problemi və diaqnostika salan zaman avtomobildə aşıqqa verir ki, giriş vanus düzgün vəziyyətdə işləmir. Bu barədə bizim ətraflı çəkişimiz olub, yetəricəndən də çox. Amma bugünkü gün istəyirəm bu mövzuya yenidən bir işıqlandırma gətirim ki, çünki bu 1.8 Cruze mühərriklərdə, servis mühərriklərində aslavnoy mühərriklərin problemi yaşandığı bugünkü gün vanus problemidir. Avtomobildə titrəmə olur, mühərrikdən səs gəlir, gec xodlanır və s. ilaxır. Yaxınlaş zəhmət olmasa, avtomobildə bu gördüyünüz detalda nədir? Yaxınlaş. Dinamanın arxa nahiyəsində avtomobilin yağlayıcı kanalı var ki, bu kanalın üzərində bax bu gördüyünüz klapan yuxarı yağ qalxan zaman klapan təzyiqi saxlayır ki, avtomobil yatan zaman yağın təzyiqi aşağı düşməsin. Bu gördüyünüz klapan sıradan çıxdığı üçün, zəhmətli olmasa bir dənə yaxınlaş, kameranı sal ora. Bu gördüyünüz klapan sıradan çıxdığı üçün, bax kiçik bir detaldır. Avtomobilin yağlayıcı vanusuna
düzgün vəziyyətdə yağ qalxmır. Ona görə də vanusdan başlayır aşıbqa verməyə və avtomatik boğulur. Yaxından zəhmət olmasa, Ankamera vasitəsilə göstəririk. Bilmirəm, götürə bilirsiniz, götürə bilmirsiniz. Ankamera vasitəsilə göstərdiyimiz nahiyədə bax bu gördüyünüz klapan olur. Bu klapan ki, yerində olmadığı üçün, iç nahiyəsində olan klapan sıradan çıxdığı üçün avtomobildə başlayır giriş vanus nahiyədə problem yaşatmağa. Yəni ki, bizim dillə desə, əziz qardaşlar, bir problem əgər ki, detal aşıbqası verirsə, problem o detalla qaynaqlanmır. Detalın problem yaranma səbəbini aşkar etmək lazımdır ki, giriş vanus aşıbqası var, 3 dəfə, 4 dəfə vanus komplekti dəyişirsiniz. Deməli, problem vanus nahiyədə deyil. Problem vanus nahiyəyə gələn kanaldadır ki, bugünkü gün bax kiçik bir detaldadır. Ona görə də avtomobilin vanusu düzgün vəziyyətdə işləmir. Yəni ki, bu cür çəkişlərə bacardığınız qədər önəm verin ki, sadəcə olaraq əlavə bir xərcə düşməyəsiniz. Bugün yaranan problemi kiçik bir xərclə aradan qaldırırsınız. Sonra yenə çıxıb deməyəsiniz ki, Chevrolet Cruze bizlər üçün problem yaratdı. Bu gördüyünüz avtomobil isə Chevrolet Cruze 2012-ci ildir. Avtomobildə qızdırma problemi var idi. Avtomobildə aşkar olundu ki, qalovka proqladkası kağız proqladka ilə yığıldığı üçün az bir zaman ərzində yığılıb mühərrik. Ona görə də yenidən kağız proqladka yanmışdır. Bu avtomobillərdə ümumiyyətlə ehtiyat hissəsi dəyişilən zaman orijinal olmalıdır. Hər hansısa bir dublikat ehtiyat hissəni sizi 2 aydan sonra, 3 aydan sonra ikinci dəfə həmən xərci yenidən yaşadacaq. Ona görə də avtomobildə iş gördürürsünüzsə əgər, avtomobildə orijinal detallarla yığın, keyfiyyətli usta ilə yığın ki, bir xərciniz 2 dəfə böyüməsin.